Belə bir suala baxaq. Deməli, misal 4-də bizə nə deyir? Deyir ki, 3 üstəgəl 7, üstəgəl 11, üstəgəl və s. üstəgəl 27 a-ya bərabərdir. Bizdən 233 üstəgəl 237 üstəgəl 241 üstəgəl və s. üstəgəl 257 cəminidir, ailə ifadə edin. Biz burada nə edə bilərik? 230'ları ayıra bilərik. Yazaraq 230 üstəgəlinsin 3 üstəgəl 230 üstəgəl 7 üstəgəl 230 üstəgəl 11 üstəgəl və s. üstəgəl 230 üstəgəl neçə? 27 bərabərdir. İndi burada baxın 3 üstəgəl 7 üstəgəl 11 və s. üstəgəl 27. Yəni bu özü elə a-ya bərabərdir. Amma bilmək lazımdır ki, burada 230'lar nə qədər təkrarlanıb. İndi 230'ların nə qədər təkrarlandığını bilmək üçün 3 ilə 27'nin arasında neçə ədəd var? Yəni 3, 7, 11, 14 və s. gəlib 27'yə. Neçə ədəd var orada? Bunu tapmaq üçün biz əvvəlki dərslərimizdə qeyd etmişik. Böyükdən kiçik çıxırıq, bölürük aradakı fərqə. Yəni neçə artır? 4, 4 üstünə 1 gəlirik. Demək 27'dən 3 çıxdıq neçə etdi? 24, 24'ü böldük 4 üstünə 1 gəldik. Cavab elədi 7. Yəni 237 dənə 7 dəfə təkrarlanıb. Onda belə çıxır ki, yazırıq 230 vurulsun 7 üstəgəlinsin 3 üstəgəl 7 üstəgəl 11 üstəgəl və s. üstəgəl 27. 230'u vururuq 7'yə olur deməli 3 7'ni 21 1610 üstəgəlinsin. Bunun da yerinə nə yazarıq? A. Oldu A. Deməli 1610 üstəgəlinsin A. Cavab E variantıdır.